Həftənin cümə günü dərsi tamaşaçılar, biz yenə sizlə bərabərik. 82-28 kampaniyası gördüyünüz kimi davam edir və 82-28 kampaniyasında hər bir Azərsil abunəçisi iştirak eləyə bilər. Təbii ki, 5.000, 10.000 və yaxud da ki, Toyota Camry avtomobilini uda bilər. Ona görə də nə etmək lazımdır Əsmər? Çalışmaq lazımdır, SMS göndərmək lazımdır və SMS göndərin ki, siz də bu kampaniyada iştirak eləyəsiniz. Bax, bu 7 nəfərdən biri siz olasınız və onu da söyleyeyim ki, burada gördüyünüz kimi 3 bizim şüşə qabımız var. Hələ ki bu informasiyanı bir daha sizə çatdırım. Bu şüşə qablardan birində olacaqdır 5.000 manat. Alqışlarımız gəlsin. Əsmər qırmızı nöqtəni atır ora. 2-dən biri 5.000 manatdır. 4-dən biri 10.000 manatdır. 7-dən biri isə təbii ki avtomobildir. Toyota Camry avtomobilidir. Alqışlamağa dəyər. Düşünürəm ki, Əsmər onları yaxşı qarışdır. Yaxşı. Gəlin bir daha bu 7 nəfəri ürəkdən alqışlayaq. Hər birinizə əvvəla təşəkkürümü bildirirəm. Nəyə görə təşəkkürümü bildirirəm? Təşəkkürümü bildirirəm ki, bax bu kampaniyada siz iştirak etmişsiniz. İnanın ki, həm 82-28 kampaniyası, həm də elə Azərsil özü sizləri mükafatsız qoymayacaq. Təşəkkürümüzü bildiriyor ona görə ki, ən azı siz hər biriniz qalibsiniz. Bugün buradan heç kəs əliboş getməyəcək. Bugün burada 7 Toyota Camry avtomobili udula bilər. Bugün sizlər burada 10 minləri uda bilərsiniz, 5 minləri uda bilərsiniz. Təbii ki, seçim sizin öz əlinizdədir. Və əziz tamaşaçılar, bu hələ son deyil təbii ki. Çünki qarşıda yaxınlaşır, həyəcan artır, hə Əsmər? Əsmər, bugün nəsə həyəcanlıya heç oxşamırsan, bilmirəm. Xəstələnmirsən yoxsa? Yox, yaxşı. Yaxşıdır. Demək, həyəcan artır, qarşıda alqışlar gəlsin, sonra o rəqəmi deyim mən. 100.000 manat qarşıda sizi gözləyir tamaşaçılar. Odur ki, dayanmadan, bax elə burada iştirak eləyənlərə də bəri başdan da onu söyleyeyim ki, siz dayanmadan indən sonra da davam eləyin, onsuz da qalibsiniz, əliboş getməyəcəksiniz, heç biriniz buradan, heç biriniz. Dayanmadan davam eləyin, çünki 100.000-ə çox az qaldı. Çox az qaldı və beləliklə birinci günün qalibini istəyirəm, dəvət eləyim mən yanıma. Birinci günümüzün qalibi Quliyev Təbriz Çingizoğludur. Alqışlarımızla gəlsin. Xoş gəldin ay Təbriz. Nə var, nə yox? Kefin, əhvalın. SMS-ləri özün göndərmişdin, yoxsa evdəkilər? Evdəkilər. Evdəkilər göndərmişdin. Və evdəkilər neyə gəlməyiblər? Mən valla özlərim biraz işi çıxıb. Özlərinin işi çıxıb, sənin də işin çıxıb, ən gözəl iş sən görürsən bu saat. Yəni, onlar gedib 100 il zəhmət çəkib nəsə bir qazanacaqlarsa, amma sənin heç nə işin çıxmır. Gəldin, bir də əlini çaldın, çıxartdın, onsuz da qazancın var, çıxartdın, getdin, eləmi? Elədir. Özünü harada sınamaq istəyirsən? 5.000, 10.000 və Toyota Camry? Və 10.000 yaxşı. Evdə nə deyib? Fərqi yoxdur. 10.000. Baxmışdın da bundan öncəki, gördün ki 10.000 çıxardanda. O zaman buyur, alqışlayaq ürəkdən Təbrizi. Təbriz 10.000 çıxartmasan, evdəkilər səhmişsən neynəyəcək? Baxın, 1000 manatım var. Ən azı Təbrizin 1000 manatı var əziz tamaşaçılar. 1000 manatı artıq. Təşəkkür edirik Təbriz. Burada iştirak etdiyinə görə əyləş. Hələ bu son deyil, biz davam edirik. O birisini də qarışdırarsan Əsmər. Yaxşı. Alqışlayaq ürəkdən Əsməri də yaxşı qarışdırdığına görə. Və ikinci günümüzün qalibi, çərşənbə axşamının qalibini dəvət etmək istəyirəm. Bu Hüseynov Afiq Fərmanoğludur. Alqışlarımızla. Xoş gəldiniz. Təşəkkür edirik gəlişinizə görə. Bildiyim qədərilə siz baytar. Həkimsiniz, bəli. Çox gözəl və ümumi kampaniya ərzində cəmi 21 SMS göndərmişsiniz və həmin gün, yəni çərşənbə axşamı qalib gəldiyiniz gün 1 SMS göndərib. Təsəvvür edirsiniz, bütün kampaniya çərçivəsində 21 SMS, amma həmin günü 1 SMS, cəmi 1 SMS-lə qalib olmuşsunuz. Mən sizə ürəkdən təbrik eləyirəm. Siz yenə inəklərə filan belə iynə vurursunuz, yoxsa? Yox, icra nümayəndəsi işləyirəm. Hə, icra nümayəndəsi. Bəli. Artıq inəklər qalıb kənarda heç. Nümayəndəliyindəsiniz. Lap yaxşı. Harada özünüz sınamaq istəyirsiniz? Yəqin ki, avtomobil. Avtomobildə. Yaxşı, buyurun. Qarışdırın, özünüz də siz bir qarışdırın və çıxardın. Mən bilmirdim ki, baytarların axırı icra nümayəndəliyinə gəlib çıxır, yəni. Baytar həkimlərin. Nə fikirləşsiniz? 1000 manatınız var. 1000 manatınız var. Təbrik edirik sizi. Ora yox, bura. Onu bura. Mən təbrik edirəm sizi. Bizim Afiq
müəllimin də artıq 1000 manatı var əziz tamaşaçılar. 1000 manat sizindir. Buyurun, sağlıqlara xəşləsiniz. Amma əyləşin, biz davam eləyirik. 3-cü günün qalibi, çərşənbə gününün qalibi Məmmədov Fuad İlyasoğlunu dəvət etmək istəyirəm. İlyası dəvət etmək istəyirəm. Amma burada ad dəyişiklik yazılıb. Şurada belə yapıyorsunuz. Xoş gəlmişsiniz. Nə var, nə yox. Keyfiniz, əhvalınız necədir? Hər şey yaxşıdır. Çox sağ olun. İlyas müəllimə, indi lap düz dedim. Onlar da həyəcanlanıram. Cəmaət burada uduşdu. 10 minlər, 5 minlər, Toyota Camry'lər hələ 100 min qarşıda çox az vaxt qalıb 100 min. Odur ki, tələsin. Harada sınamaq istəyirsiniz özünüzü? İkincidən. 10 mində. İnanırsınız özünüzə? Görək də. Buyurun o zaman. Buyurun. Ha, İlyas müəllim. Açın görək nə var onun içərisində. Ay Allah, İlyas müəllim də əl əsir mənim kimi. 1000 manatınız var İlyas müəllim. 1000 manat. Mən istəyərdim ki, bunu sizə təqdim edeyim. İlyas müəllimin artıq 1000 manatı var və bu 1000 manatla siz çox iş görə bilərsiniz. Ən azı davam eləyin SMS göndərməkdə, çünki qarşıda 100 min sizi gözləyir. Çox az bir müddət qalıb, çox az bir müddət. Əyləşin zəhmət olmasa. Növbəti günümüz cümə axşamı günüdür. Bizim qardaşımızı dəvət eləyəcəm indi. Məmmədov İsa İslamoğlu. Xoş gəlmişsiniz İsa. Ən azı sizi təbrik edirəm ona görə ki, İsa, siz artıq qalibsiniz. Siz artıq 82-28-ə SMS göndərib qalib olmuşsunuz və həmin günü cəmi bir SMS ilə qalib olmuşsunuz. Bir SMS göndərdiniz və həmən sizə zəng vurdular, söylədilər ki, buyurun gəlin Toyota mərkəzə. Xoş gəldiniz bir daha. Əlimi yavaş sıx. Harada özünüzü sınamaq istəyirsiniz? Heç nə elə balaca, yüngül, maşın, avtomobillər. Buyur. Qismətinizdə varsa, öz əlinizdədir. Bəli, buyurun. Bir gürültülü alqışlayaq, görək Toyota Camry avtomobili. Hə, nə olar, Yaxşı, birdən olsa. Hə, yaxşı, elə, sonra baxar. Yox, qonaqlıq. Balıq xoşlayıram mən. Hə, yaxşı. Min manat. Getmirik qonaqlığa. Gedir yanına. Təşəkkür edirik sizə. Çox sağ olun. İsam, bu 1000 manat sizindir. Sağlıqlara xəşləyəsiniz. Təşəkkür edirik iştirak etdiyinizə görə. Əyləşin zəhmət olmasa. Növbəti iştirakçımızı dəvət etmək istəyirəm. Bu cümə gününün qalibi Mirzəliyev Teymur Aramoğludur. Xoş gəldiniz Teymur bəy. Xoş gəlmişsiniz. Qarnı balası. Qarnı balası. Löhbatan. Löhbatanlar gələn kimi elə bilirlər, mənə yaxınlaşmaq lazımdır. Adam löhbatanla evlənəndə də belə olur da, görürsünüz. Harada sınamaq istəyirsiniz özünüzü? 5 min. 5 min, gətir görək. Sizin löhbatanda yaxşı tanıyırlar da yəni. Necə tanıyır? Qaynatı qonşusuyum. Qaynatamın qonşususan? Allah sənə qurban olum, heç olmasa çıxsın, sonra qaynatamın yanında üzüqar olmayayım. Ora göstər. 1000 manat. Ən azı 1000 manatım var da. 1000 manatım var və bu elə həm də çox gözəl bir nəticədir. Təşəkkür edirik iştirak etdiyinizə görə. Baxım görüm hələ. Hə, siz bir SMS-lə siz də qalib gəlin. Nə oldu? Həmin günə hamı bir SMS göndərib elə bil ki. Həmin gün qalib gələnlərin hamısı ələşin zəhmət olmasa, ələşin götürən kimi belə aralayır görüm arasında. Dəvət eləyirik şənbə gününün qalibini Qasımov Samir Allahverdoğlunu. Xoş gəldiniz Samir. Necə bayaqdan sakit oturmuşsunuz, gözləyirsiniz ki, görüm nə baş verir burada. Buyurun, seçim sizindir. Avtomobildə. Avtomobildə buyurun. Alqışlayaq ürəkdən avtomobildə özünü sınayan dostumuzu. Bu Samirdir, Allahverdoğlu. Aç görək. Avtomobil! Ver, göstər mənə, göstər. Özüm baxım hələ. O sizin nəyinizdir? Heç nəyiniz deyil. Bəs siz nə qabağa gəldiniz, elə bildim ki, nəsə qohumlarındansınız haradasa. Təbrik eləyirik, bunu atırıq bura və avtomobilin açarını veririk. Samirə, Samir öz Toyota Camry'sinə əyləşsin. Get otur. Get Samir, get. Ayıl Samir, oyan. Sən artıq Toyota Camry'ni udmusan Samir, oyan. Gir içinə, xodda amma sürmə, yaxşı? Signal da verə bilərsən. Allah'ına qurban olum.
Camaat 1000 manat udur, hoppanır göyə. Sən bu boyda maşın udmusan, üzündə bir gülüş yox. Həyecanısan ona görə. Yoxsa inana bilmirsən elə. Yox, biraz həyəcan vardı. Həyəcan vardı. Siz Naxçıvandan Bəli. hiss olundu, həyəcan vardır. Həmən bilinir ki, eşq olsun. Ürəkdən təbrik eləyirik sizi, alqışlayırıq. Və bizim bazar gününün qalibi Dadaşova Simuzər Həsən qızı buradadır. Xoş gəlmişsiniz anam. Nətərsiniz? Hardan gəlmişsiniz? Hacı Qabıldan. Hacıqabuldan. Ben Kəlbəcər rayonundanam, məcburi köçkün. Kəlbəcərdənsiniz. Bugün nəsə yerlər, bu tərəfdən yerlər, o tərəfdən yerlər, hamısı yığılıb başıma. Hardasın ama? Avtomobildə. Avtomobil. İnşallah. Allah bu qisməti verirsə, bəlkə onu da verdi. İnşallah. Avtomobil kimə verəsən sürməyə? Həyat yoldaşıma. Adam ərinə maşın verir, qarışdır. Yəni, valla. Ərin olsaydı sənə verərdim o avtomobili heç vaxt. Ərinə maşın udmaq istəyən xanım. Maşın! Avtomobil! Can, mənə... Az inanmıram ərin bu maşına görə sevinsin. Çünki niyə? Mən danışdır. Ba, yox sən məni nətər öpdünsə də inanmıram. Kişi evə gedəndə səni bir təhrir eləyəcək. Sən oxşar oğlum var. Allah İnstitut saxlasın. tarif, Allah əskərlikdən. İndi o Ay Simuzər xanım ərinə avtomobil aparır buradan Hacıqabula. Halal olsun belə arvadlara, valla. Öp, öp, Əsməri öp, qucaqla məni də. İstəyirsən bizi də öp burada. Ay, necə sevindim, mən də sevindim senizi. Ged əyləş görə hələ sən də bir əyləş, sən də bir əyləş maşına. Hansıdır? Bu birisi maşındır. Yox, buradadır sənin maşının. Bu birisidir. Gəl, o onunküydür. 2 dənə avtomobil uduldu əziz tamaşaçılar. 2 avtomobil. Bu 2 avtomobil o deməkdir ki, artıq siz gərək SMS göndərəsiniz. Əziz tamaşaçılar, baxın, 82-28-ə SMS göndərən xanımlardan biri Simuzər xanım oldu. Buradan görürsünüz məni. Bura girəndə. Apararsan ərinə bu maşını da. Qəşək səni öpsün göz... evimə qonaq çağırıram. Bu maşında gedər gələr. Baş üstə. Nə vaxt aparasan mən? Bu maşın nə vaxt çıxır, o vaxt. Mənim gözüm. Nə vaxt verirsiniz? Bu maşını indi danışacaqlar sənə. Udmusan götürüb aparacaqsan. Hə, baş üstə. Mən də... Ərin indi Hacıqabuldadır. Bəli. Ay Allah, indi necə sevinəcək o. Vay. Yavaş-yavaş da ürəyə partlayar birdən. Əziz tamaşaçılar, onu da söyleyeyim ki, siz hər biriniz cəmi bir SMS-lə öz həyatınızı dəyişə bilərsiniz. Qarşıda isə 100.000 manat, super priz, 100.000 manat sizi gözləyir. Bir SMS-lə, bax burada oturanların böyük əksəriyyəti həmin gün qalib gəldikləri gün bircə SMS-lə qalib gəliblər. Və qarşıda sizi təbii ki, super prizimiz 100.000 manat gözləyir əziz tamaşaçılar. Çox az qaldı. Çox qısa bir müddət qaldı. Bu müddət ərzində siz də SMS göndərin 8228-ə yalnız Azərsel abunəçiləri ki, bu 100.000 manat sizin olsun. Həm də Toyota Camry'lər 10.000'lər, 5.000'lər təbii ki, sizi gözləyir. Sağ olun, görüşənə dək.
Müzik